Və bugünkü videomuzda məhz bu haqqdadır. İmtahana hansı sualların düşmə ehtimalı var və bu böyükdür. Hansı sualları mən oxusam, bu 2 gündə gedib imtahanda yüksək nəticə toplaya bilərəm. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bilirsiniz ki, bir neçə gündən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanları keçiriləcək və bu imtahanlarda tarix sualları hansı mövzulardan düşəcək? Bugünkü video məhz bu haqqdadır. Mən Samir Bəşirli, siz Tarix Asan İzahda kanalındasınız. Əgər belə videolar sizin üçün maraqlıdırsa, kanala abunə olmağı, like düyməsini sıxmağı unutmayın. Çünki bu video çox maraqlı olacaq. Ekrana yaxın əyləşin və bunu öz dostlarınızla paylaşmağı da unutmayın ki, onlar da bəhrələnsinlər və imtahanda yüksək yazsınlar. Beləliklə başladıq. Mövzuya keçməmişdən qabaq mən bir şey sizə bildirmək istəyirəm. Bunu dəqiq bilin ki, imtahana düşəcək mövzuların və sualların dəqiq hansılar olacağını yalnız Dövlət İmtahan Mərkəzinin özü bilir. Başqa heç kim bunu bilmir. Hətta həmin sualları hazırlayan ekspertlərin özləri belə. Çünki onlar ümumi olaraq yüzlərlə sualı Bunkerə təqdim edirlər. Həmin suallardan da təsadüfi seçim qaydasında 30 sual imtahana düşür. Əlbəttə o suallar yoxlanılır, baxılır, son rəy verilir. Bu doğrudur. Lakin içi həmin ekspertlər daxil olmaq şərti ilə heç kim %100 deyə bilməz ki, imtahana hansı mövzular dəqiqliyi ilə düşəcək. Bu sistem elə qurulub ki, bunu dəqiq demək mümkün deyil. Amma hər halda 2017-ci ildən 2025-ci ilə qədər imtahan suallarının analizini mən şəxsən özüm eləmişəm və burada ümumi hər il imtahana düşən mövzular və hər il imtahana düşən hissələr aydın nəzərə çarpır. Məhz həmin hissələri daha çox oxumaqla əlbəttə ki, həmin hissələrdən imtahana sual düşmə ehtimalı yenə də böyükdür. Həmin hissələri daha çox oxumaqla siz gedib imtahanda mütləqdir ki, ballar toplaya bilərsiniz. Və bugünkü videomuzda məhz bu haqqdadır. İmtahana hansı sualların düşmə ehtimalı var və bu böyükdür. Hansı sualları mən oxusam, bu 2 gündə gedib imtahanda yüksək nəticə toplaya bilərəm. Beləliklə, həmin mövzular bunlardır. Bu mövzuları mən, yenə deyirəm, son illərin 2017-ci ildən 2025-ci ilə qədər ki, Dövlət İmtahan Mərkəzi imtahanlarının ümumi statistikasına əsasən hazırlamışam və həmin mövzular, xüsusilə də bax bu hissələr imtahana düşən hissələrdir, indiyə qədər düşmüş hissələr və hər il təkrarlanan hissələrdir, düşmə ehtimalı böyük olan hissələrdir və siz bu mövzuları oxumaqla, burada 17 mövzu mən ayırmışam, bu mövzuları siz oxumaqla imtahanda yüksək, yəni ən azından bir bunlardan 10 sualı tam dəqiqliyi ilə gedib imtahanda yaza bilərsiniz. Yəni bu 17 mövzu mən burada vermişəm. Onlardan 10-u mütləq ki, imtahana düşəcək və o mövzundan siz ən azından bu videoya baxmaqla düzgün cavab yaza bilərsiniz. Və ona görə də videonu tərk eləməyin, axıra qədər baxın ki, imtahanda yüksək nəticəniz olsun. Beləliklə, həmin mövzular hansılardır? Səfəvilər dövləti, Albaniya, Şirvanşah Saci Salari dövlətləri, 19-cu əsr Şimali Azərbaycanda keçirilən islahatlar, Azərbaycan Xalq Cumhuriyyəti, Ərəb xilafəti, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Ərəb xilafəti, yəni Azərbaycanın, Ərəb xilafətinin Azərbaycanda ağalığı dövrü, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Tunc dövrü, dayıcma mövzusundan, Tunc dövründən daha çox suallar düşür, dünya müharibələri, 1-ci dünya və 2-ci dünya müharibələri, Qədim Yunanistan və Roma, Osmanlı dövləti, Atabəylər dövləti, Azərbaycan SSR, Azərbaycan 1990-cı illərdə, 44 günlük müharibə, antiterror, ABŞ 19-cu əsrdə və bir də Cənubi Azərbaycan mövzusu. Cənubi Azərbaycan 20-ci əsrin birinci yarısında. Bax, bu mövzulardan da suallar düşür. Gəlin indi bir-bir baxaq, daha yaxından mövzuları analiz eləyək. Deməli, ilk mövzumuz burada Səfəvilər mövzusudur. Səfəvilər mövzusundan indiyə qədər imtahana düşmüş sualların tendensiyası onu göstərir ki, Şah Abbas, Osmanlı Səfəvi münasibətləri, Səfəvilərlə bağlı, Səfəvi-Osmanlı münasibətləri ilə bağlı müqavilələr, Amasya, Qəsr-i-Şirin və digər müqavilələr, orada var İstanbul müqaviləsi, Mərəd müqaviləsi, bu müqavilələr, paytaxt dəyişiklikləri və şahların dövr uyğunluqları. Əsas da burada düşür. 1-ci Abbas, Təhmasib,
1-ci İsmayıl, bunların oxşar və fərqli xüsusiyyətləri, həmçinin torpaq mülkiyyət formaları və Səfəvi Osmanlı müharibələrində baş verən döyüşlər, xüsusilə də 2-ci Səfəvi Osmanlı müharibəsi 1528-1590-cı illər müharibələrindəki döyüşlər. Bax, bunlar Səfəvilər mövzusundan ən çox düşən suallardır. 16 və 17-ci əsr Səfəvilər mövzusunu yaxşı oxusanız, ən azı 1 ya 2 suala siz düzgün cavab verə bilərsiniz. Çünki o mövzulardan 1 ya 2 sual ən azından imtahana düşür. Növbəti mövzu, ən çox düşən mövzular Albaniya mövzusudur. Albaniya mövzusudur. Yenə deyirəm, bunlar hamısı mənim şəxsi fikirlərimdir. Bu, yəni 100% deyil ki, bu düz olacaq. Lakin düz olma ehtimalı böyükdür. Bunlardan sual düşmə ehtimalı yəni böyükdür. Albaniya mövzusu, burada da ən çox düşmə ehtimalı, yəni Arşakilər dövrü bilirsiniz ki, 1-ci əsrdən 510-cu ilə qədər, 1-ci əsrdən 510-cu ilə qədər, sonra Mehranilər dövrü də 630-dan 705-ə qədərki dövrdür. Sonra Albanlarla Sasanilər arasındakı münasibətlər, xüsusilə də, məsələn, Arşakilər dövründə Dizrab döyüşü və s. Bax, həmin o Sasani-Alban münasibətləri ilə bağlı olan hissələr. Yer gəlmişən Dizrab döyüşü artıq gələn ilki 10-cu siniflər üçün, yəni bu ilki 10-cu siniflər üçün, gələn ilki 11-lər üçün artıq çıxarılıb və o düşməyəcək imtahana. Pompeyin yürüşləri, xristianlıqla bağlı, xristianlığın qəbulu, bir də mərzbanlıq dövrləri, 1-ci, 2-ci mərzbanlıq dövrləri, üstəgəl erkən orta əsrlər Albaniyası dövründə torpaq mülkiyyət formaları, feodalizmin əsasının qoyulması. Bax, bu mövzulardan Albaniyada suallar düşəcək. Gördüyünüz kimi, yəni daha çox sual orta əsr Albaniyası ilə bağlı düşür, nəinki qədim dövr Albaniyası. Qədim dövr Albaniya və Atropatena ikisindən bir sual düşür. Albaniya ilə bərabər mən Atropatenanı da burada qeyd eləmək istəyərdim. Düzdür, bura mən qeyd eləməmişəm. Atropatenadan da suallar düşür. Yəni Albaniya, Atropatena ikisi birdir. Ya ikisinin oxşarlığı düşür, ya xüsusilə də orada oxşarlıqlar Atropatena və Albaniyanın Roma ilə mübarizəsi ilə bağlı oxşarlıq və fərqliliklər düşür. Növbəti bizim ən çox düşən mövzularımız erkən feodal dövlətlər, xüsusilə də Şirvanşah, Saci və Salari dövlətləri. Şirvanşah, Saci və Salari dövlətləridir. Şirvanşahlar, Saci və Salari dövlətlərinin yaranması, sülalələr, xüsusilə də bunların paytaxtları, hansıların paytaxtı dəyişib, hansının paytaxtı hara olub, Saci və Salari dövrlərində Azərbaycan ərazilərinin vahid dövlətdə birləşdirilməsi məsələsi, bu dövlətlərin, xüsusilə Saci dövlətinin Ərəb xilafəti ilə münasibətləri və dövlətlərin süqut etməsi əsrləri, dövlətlərin süqut etməsinin illəri, Şirvanşahlar dövləti ilə bağlı daha çox sual düşür. Həmin dövrlə bağlı xəritə tapşırıqları, paytaxtları, yəni Saci, Salari, Şirvanşah dövlətlərinin paytaxtları, orada xəritə ilə bağlı uyğunluqlar düşür. Bax, bu dövlətlərin şəhərlərinin yerlərini müəyyənləşdirin, paytaxtlarının yerləri. Bilirsiniz ki, Şirvanşahlar dövlətinin paytaxtı Şirvandır. Şirvan və Şamaxı şəhərləri olub. İmtahana amma Şirvan şəhəri düşmür. İmtahana düşəndə Şamaxı şəhəri düşür. Saci və Salari dövlətlərinin isə ortaq paytaxtı Ərdəbil olub. Əlavə olaraq Sacilərə qeyd edə bilərik ki, Sacilər dövlətinin də ilk paytaxtı Marağa şəhəri olmuşdur. Belə bu nüanslara diqqət edin imtahanda. Və bir də Şirvanşah-Səlcuq münasibətləri ilə bağlı imtahanda indiyə qədər daha çox sual düşüb. Xüsusilə də biz burada 1-ci Fəribüzlə Səlcuqların münasibəti, 1-ci Fəribüz bilirsiniz ki, 1-ci Toğrula qarşı mübarizə aparıb, amma Alparslana tabe olub. Sonra bizə imtahana düşən suallardan 3-cü Məniçöhür, 3-cü Məniçöhürün Səlcuqlarla münasibətləri pozması, Kür döyüşü və ondan sonra gələn Axistan dövründə də Səlcuqlarla münasibətlərin bərpa olunması məsələləri. Bax, Şirvanşahlar mövzusundan da bu mövzulara daha çox diqqət eləsəz, imtahanda mənə elə gəlir ki, bir suala düzgün cavab verə bilərsiniz. Ən azı bir sualınız da bu mövzulardan var. Növbəti bizə maraqlı olan 19-cu əsr Şimali və Cənubi, əsasən Şimali Azərbaycan, 19-cu əsr Şimali Azərbaycan, burada islahatlar, daha çox burada islahatlar düşür. 40-cı illərdə qəbul olunan aqrar qanunlar, ümumiyyətcə 40-cı ilin islahatları, istir inzibati islahat, inzibati məhkəmə islahatı, 46-cı ilin aqrar çar reskripti,
yəni o bəy bağaların torpaq mülkiyyətinin tanınması ilə bağlı, 47-ci il kənd əsasnaməsi, bax bunlar hamısı imtahana düşür və ondan əlavə 1870-ci il kəndli əsasnaməsi düşməlidir, burja islahatları düşməlidir imtahana, burja islahatlarına diqqət edin bu mövzudan. Üstəlik bu dövrlə bağlı daha çox imtahana düşür neft sənayesinin inkişafı, kapitalizmin inkişafı məsələləri. Bax, bu məsələlər 19-cu əsrlə bağlı diqqət olunması məsələlərdir. Bundan da əlavə inzibati bölgülər, quberniyaların yaranması və fəaliyyəti dövrləri, quberniyaların tərkibinə daxil olan qəzalar. Bax, bunlar imtahana düşən mövzulardandır. Diqqət eləmək vacibdir. Həmçinin feodal asılılığının Çar Rusiyası dövründəki mərhələləri, feodal asılılığına son qoyulması, dövlət kəndlərinin torpaqla təmin olunma məsələləri, sahibkar kəndlərin torpaqla təmin olunma məsələləri, dövlət kəndləri bilirsiniz ki, torpaqla təmin olunmadı Çar Rusiyası dağılana qədər, lakin sahibkar kəndlərinə 1870-ci ildə torpaqla təmin olma hüquq verilsə də, lakin faktiki olaraq sahibkar kəndləri torpaqla təmin olmasını biz 1912-ci il islahatı ilə götürürük. 12-ci il islahatı ilə götürürük. Yəni, əsasən 19 və 20-ci əsr Azərbaycan tarixi Çar Rusiyasının dövründə bu məsələlərə diqqət edirik və yenə deyirəm, burada da ən əsas 40-cı illər islahatları və 70-ci il islahatları, bax, bunların oxşar və fərqli cəhətlərinə xüsusi diqqət yetirin bu iki gündə. Yəqin ki, indiyə qədər sizin yəqin ki, qeydləriniz olub, həmin o qeydlərdən oxusanız imtahanda, yəni imtahana qədər bu iki gündə daha rahat təkrarlaya bilərsiniz. Növbəti mövzu, yəni bu 100%likdir ki, AXC-dən düşəcək sual. Çünki hər il Xalq Cumhuriyyətindən suallar düşür. Ola bilir bir sual, ola bilir digər mövzularla əlaqəli olmaq şərti ilə 2 sual. Yəni Xalq Cumhuriyyətində də hökumət kabinetləri, hər bir hökumət kabinetinin fəaliyyəti dövrünə aid məsələlər imtahana düşür. Xüsusilə də bizə burada mən fərqləndirərdim 2-ci və 4-cü hökumət kabinetlərinin fəaliyyət dövrlərini. Yaxşı araşdırasınız, bax, 2-ci hökumət kabineti, onun gördüyü tədbirlər, 4-cü hökumət kabinetinin gördüyü tədbirlər. Bunları daha çox üstünə düşün, araşdırın. Bundan əlavə hökumət kabinetlərinin sosial-iqtisadi və dövlət quruculuğu tədbirləri, həmçinin xarici siyasət tədbirləri, xüsusilə də Paris Sülh Konfransında həyata keçirilən tədbirlər, diplomatik tanınma ilə bağlı görülən tədbirlər. Bax, bunlar Xalq Cumhuriyyəti ilə bağlı ən çox oxunmalı olan məsələlərdir. Yenə deyirəm, burada 2-ci və 4-cü hökumət kabinetlərinə daha çox diqqət yetirin. Xarici siyasət məsələlərindən də burada bizə lazımdır Paris Sülh Konfransındakı fəaliyyəti, Paris Sülh Konfransının yola düşməsi, tanınması, bax, belə məsələlər bizə lazımdır. Və həmçinin dövlət quruculuğu tədbirləri və parlament yaradılması məsələləri də Xalq Cumhuriyyəti dövrünə aid ən çox diqqət olunan məsələlərdəndir. Növbəti Ərəb xilafəti dövrü, yəni Azərbaycanın Ərəb xilafətinin tərkibində olduğu dövr. Burada bizə ən çox maraqlı olan hissələr Abbasilər xilafəti dövrü. Bilirsiniz ki, burada Xürrəmlər hərəkatı düşür. Həmçinin köçürmələr, ərəblərin köçürmə siyasəti ilə bağlı düşə bilər. Sonra burada ərəblərin yürüşləri, Ərəb-Xəzər müharibələri, bax, belə məsələlər düşə bilər. Xilafətin zəiflədiyi dövrdə baş verən üsyanlar, xüsusilə də Xürrəmlər üsyanı bayaq qeyd elədim, bununla bağlı düşə bilər. Və ən çox düşə bilən məsələlərdən biri də xilafət dövründə torpaq mülkiyyət formalarıdır. Torpaq mülkiyyət formaları. Ümumiyyətcə, onları yaxşı öyrənsəz, demək olar ki, elə 19-cu əsrə qədər torpaq mülkiyyət formalarını yaxşı öyrənmiş olacaqsınız. Bunlar da hansılardır bilirsiniz? Divandır, mülkdür, xassədir, iqtadır, icmadır, bu torpaqlar. Vəqfdir. Bu torpaqlar hamısı xilafət dövründə yaranmış torpaqlardır. Diqqətli olmaq lazım. Bir də burada nəyə diqqət etmək lazımdır? Xilafətin yalnız son dövrlərində, 9-cu əsrdən sonra xassiyyət torpaqları yarandı. Bir də orada həmin dövrdə ilcə torpaqları da yaranmışdı. İlcə torpaqları xilafət dövründə kəndlərə məxsus, feodallar tərəfindən zəbt olunan torpaqlar idi. Xüsusilə də nəyə diqqət eləmək lazımdır xilafət dövründə? Xilafət dövrü
həmin dövrdə olan vergilər. Bu vergilərin Sasanilər dövründəki vergilərlə oxşar və fərqli cəhətləri. Bax, bunlara da diqqət eləmək olar. Sonra 7-ci Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bunların ayrı-ayrı yox, daha çox bunların bir-birləri ilə münasibətləri ilə suallar daha çox düşür. Yəni, bu dövlətlərin iştirak elədiyi döyüşlər, Baharlı dövləti, Bayandurlu dövləti, yəni Baharlar birisi Qaraqoyunlardır, Bayandurlular Ağqoyunlardır və Baharlıların Teymurilərlə münasibətləri, yəni burada söhbət təkcə dövlətdən getmir. Qaraqoyunlu tayfa ittifaqından da, feodal hakimliyindən də gedə bilər söhbət. Yəni onların həm bir-birləri ilə, həm də Teymurilərlə olan münasibətləri, Bayandurlu Osmanlı münasibətləri, bilirsiniz ki, Uzun Həsən Trabzon itiriləndən sonra Osmanlılarla Trabzon üstündən münasibətləri kəskinləşir və dövlət qurandan da sonra onun başlıca məqsədi Trabzonu geri qaytarmaq olur və deyir ki, Azərbaycan tarixində ilk dəfə Avropa dövlətləri ilə geniş əlaqələr yaradan ilk dövlət Ağqoyunlu dövlətidir, Ağqoyunlu Uzun Həsən. Bu məqsədində Venesiya ilə ittifaq bağlayır. Bunlarla bağlı mənim kanalımda xeyli videolar var. Mən burada vaxtı uzatmaq istəmirəm. Həmin videolara keçid eləməklə bu son 2 gündə mövzuları sürətli təkrar eləyə bilərsiniz. Sonra növbəti bizdə Tunc dövrüdür. Yəni ibtidai icma mövzusundan mən Tunc dövrünü daha çox diqqətlə oxumağı məsləhət görürəm. Xüsusilə də burada Orta Tunc dövrünü fərqləndirmişəm. Çünki Orta Tunc dövrünə bağlı statistikaya görə daha çox sual düşür. Orta və Erkən Tunc dövrləri. Erkən Tunc dövrləri bu ikisi daha çox düşür. Xüsusilə də əkinçilik və maldarlığın həmin dövrdə bir-birindən birinci ictimai əmək bölgüsü nəticəsində Erkən Tunc dövründə bir-birindən ayrılması, xış əkinçiliyi yaranması, ilk şəhərlərin Orta Tunc dövründə yaranması. Bax, bu məsələlər Tunc dövrü ilə bağlı diqqət olunması məsələlərdir. Bunlara inşallah ki, diqqət eləyərsiniz. Daha sonra növbəti bizə lazım olan mövzu dünya müharibələridir. Birinci və ikinci dünya müharibələri və hər iki dünya müharibəsi nəticəsində dünyanın siyasi sistemində baş verən dəyişikliklər. Bunlar imtahana düşən suallardır. Birinci dünya müharibəsinin ikinci dünya müharibəsi ilə oxşar və fərqli xüsusiyyətləri. Hər iki müharibədə müttəfiqlər hansılar idi? Birinci dünya müharibəsində müttəfiq olub ikinci dünya müharibəsinə bir-birinə vuruşan tərəflər hansılardır? Bilirsiniz ki, birinci dünya müharibəsində məsələn Yaponiya Antanta tərəfdən çıxış edirdi, yəni ABŞ, Böyük Britaniya, Fransa ilə müttəfiq idisə, ikinci dünya müharibəsində bu dövlətlərə qarşı çıxış edir. Və yaxud da biz burada Rumıniyanı göstərə bilərik. Rumuniyada həmçinin ABŞ, Böyük Britaniya ilə müttəfiq olduğu halda birinci dünya müharibəsində, ikinci dünya müharibəsində isə yəni bu dövlətlərə qarşı cəbhədə Almaniya ilə müttəfiq şəkildə yer almışdır. Yəni, bu birinci dünya müharibəsi dövründə Böyük Britaniyanın, ABŞ-ın fəaliyyəti, Almaniyanın fəaliyyəti, üstəlik birinci dünya müharibəsi və ikinci dünya müharibəsi gedişində, xüsusilə də ikinci dünya müharibəsi gedişində baş verən döyüşlər, əsaslı dönüş nöqtəsi hansı idi? Əsaslı dönüşə gətirib çıxaran döyüşlər, bilirsiniz ki, Sakit Okean hövzəsində Midway döyüşü, Sakit Okean cəbhəsində dəniz döyüşü idi. 1942-ci ildən başlayaraq əsaslı dönüşün əsasını qoydu. Sonra Afrika cəbhəsində Əl-Alamein döyüşü 42-43-cü illərdə bu Afrika cəbhəsində üstünlüyün anti-Hitler koalisiyasından keçməsinə gətirib çıxardı. Həmçinin Sovet-Alman cəbhəsində də 42-43-cü illərdə gedən Stalingrad, daha sonra da Kursk döyüşləri əsaslı dönüşün tam olaraq yekunlaşmasına gətirib çıxardı və bunun nəticəsində tam olaraq üstünlük anti-Hitler koalisiyasından keçdi. Və bir də Birinci Dünya müharibəsinin nəticələri və müharibədən sonra müharibə dövründə baş verən konferanslar, bax o konferanslar hissəsinə diqqət edin. Onun nəticəsində yaranan dünya nizamı, onunla da bağlı imtahana suallar düşə bilər. Yeri gəlmişəm burada qeyd etmək yadımdan çıxıb, Cənubi Azərbaycan, bir də mən deyərdim ki, soyuq müharibə dövründə yaxşı oxuyun. Soyuq müharibə ilə bağlı, soyuq müharibənin mərhələləri, xüsusilə də mülayimləşmə mərhələsini yaxşı oxuyun. Mülayimləşmə mərhələsindən sual düşmə ehtimalı var.
Cənubi Azərbaycan mövzusundan isə mən burada fərqləndirərdim məşrut hərəkatı, xiyabani hərəkatı və bir də 21 Azər hərəkatı. Bax, bu üçünü yaxşı oxuyun. Adətən son illərdə üçünə aid, yəni ola bilər ikisi, ola bilər üçü də birlikdə, bunların oxşar və fərqli cəhətləri imtahana düşür. Növbəti ən çox düşən mövzular qədim Yunanistan və qədim Romadır. Bu dövlətlərin bir-birləri ilə oxşar və fərqli cəhətləri düşə bilər. Mənə elə gəlir ki, bu il elə sual düşəcək. Və xüsusilə də Afinada demokratiyanın yaranması, Afinada keçirilən islahatlar, Solon islahatları, Perikl islahatları, Demosun tam hüquqlu vətəndaş olması məsələləri, Yunan-İran müharibələrinin gedişində baş verən döyüşlər, bunlar diqqət olunması məqamlardır. Roma ilə bağlı isə, Roma ilə bağlı bizə lazımdır deməli, Romada patrisiya plebeylər arasında gedən mübarizə, bax buna diqqət edin. Bir də ki, Roma dövlətinin genişlənməsi, respublikanın işğalları, daha sonra da mən deyərdim ki, 3-4-cü əsrlərdə Roma imperiyasının tənəzzülü məsələləri bu illəri məhz onlardan sual düşmə ehtimalı var. Yunanistan Romanda dedik, keçək indi digər ən çox düşmə ehtimalı olan mövzumuza. Bəli, Osmanlı dövləti hər il imtahana düşür. Osmanlı dövlətinin yaranması, xüsusilə də mən burada orta əsrlər Osmanlısını fərqləndirərdim. Osmanlının həm orta əsrləri, həm də 19-cu əsri daha çox diqqət olunmalıdır. Osmanlı dövlətindən deməli dövlətin yaranması mərhələləri. Mən burada bir şey mən sizin üçün bildirim. Deməli Osmanlıda ilk nə varsa, ilk dəfə deyiriksə, hamısı Orxan Qaziyə aiddir demək olar ki. Bununla bağlı videoda mən qeyd eləmişəm. Bütün ilklər, bir dənə orada Ziyamət və ilk sultandan başqa, bir də ilk qanunnamə. Bu üçündən başqa nə ilk görsəniz hamısı Orxan Qaziyə aiddir. Osman Qazi sadəcə dövləti yaradıb. Yəni onun dövründə dövlət sadəcə yaranıb, amma qalan nə ilk gördüksə, ilk Akıncı Yeniçəri, ilk Paşalıq Sancaqlıq, ilk dəfə deməli Timar torpaqları, deməli ilk dəfə Avropadakı fəthlər, ilk donanma, ilk Osmanlı pulları hamısı Orxan Qazinin dövrünə aiddir. Bunlara diqqət eləməlisiniz. Xüsusilə də Süleymanın dövrünü yaxşı oxuyun. Mənə elə gəlir ki, bu illər Süleymanın dövründən imtahana suallar düşəcək. Həmin hissələrə diqqət edin. 19-cu əsr hissəsindən də əsasən islahatlara diqqət edin. Burada 2-ci Mahmudun islahatları, bir də Tənzimat-ı Xeyriyyə islahatları, bunlara diqqət eləməyiniz yerinə düşər. Sonra digəri Atabəylər dövləti. Atabəylər dövlətinin xüsusilə də Məhəmməd Can Pəhləvan və Eldənizin dövrləri, bax bu hissələrə diqqət edin. Həmin hissələrdən imtahana sual düşmə ehtimalı böyükdür. Daha sonra biz burada qeyd eləməliyik ki, bax Azərbaycan SSR mövzusu hər il imtahana düşən mövzulardandır. Xüsusilə də mən burada fərqləndirmişəm nəyi? Konstitusiyaların qəbul olunduğu illər, kollektivləşmə mərhələsi, sənayeləşmə, bax həmin o illər. Bir də mən burada bir şey qeyd edeyim. Çox müəllif kollektivləşməni 1929-cu ildən başladığını deyir. Lakin bu yanlışdır. Kollektivləşməyə 20-ci illərin əvvəllərindən başlanmışdır. 20-ci illərin əvvəlləri. Yəni 20-ci illərin əvvəlləri kollektivləşmə başlayıb. Amma 29-cu ildən həmin kollektivləşməni zoraki yolla həyata keçirməyə başlayıblar. Yəni biz 1929-cu ildən zoraki kollektivləşməni götürə bilərik. Kollektivləşmə özü isə 1920-ci ildən başlanmışdır. Ona görə də bu məqamlara diqqət eləmək lazımdır. Sənayeləşmə, bax sənayeləşmədə də bəziləri qarışdırırlar. Elə bilirlər ki, sənayeləşmə 1925-29-cu illərdədir. Lakin sənayeləşmənin özü də 25-ci ildən başlayır, ta ki 40-cı ilə qədər gedir. Yəni bunu da diqqət eləmək lazımdır. Sənayeləşmə illərində tikilən müəssisələr, sənayeləşmə illərində görülən tədbirlər, bunların hamısı bizə lazım olur. Həmçinin yəni Azərbaycan SSR-nin Heydər Əliyevin hakimiyyəti dövrü, İmam Mustafayevin hakimiyyəti dövrü, bunlara diqqət eləmək lazımdır. Azərbaycan SSR dövründə Qarabağ məsələsinin başlanması, İkinci Respublikanın süqutu, bax bunların hamısı imtahana düşən mövzulardandır. Yəni diqqət eləmək lazımdır.
Təbii ki, orada çox şey var. Mən əsas düşmə ehtimalı olan hissələri deyirəm ki, onlara siz diqqət eləyəsiniz. Sonra 90-cı illərin Azərbaycanı, burada da dövlət müstəqilliyinin qazanılmasına diqqət eləyin. Dövlət müstəqilliyi qazanarkən ilk atılan addımlar, siz bilirsiniz ki, Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə 1991-ci ilin 30 avqustunda verilsə də, dövlət müstəqilliyimizin haqqında Konstitusiya aktı 18 oktyabrda qəbul olunur. Həmin 18 oktyabrda qəbul olunan Konstitusiya aktı ilə bərabər Azərbaycanda rayonların icra başçısı vəzifələri və bir də dövlət müşaviri vəzifələri yaradılır. Bunlara diqqət edin. Düşə bilər 18 oktyabr Konstitusiya aktına aiddir belə şeylər. Daha çox bu dövrlə bağlı xronoloji ardıcıllıq düşür. Həmçinin Heydər Əliyevin dövründə keçirilən islahatlar, iqtisadi dövlət quruculuğu, mənə elə gəlir ki, Heydər Əliyevin dövründə keçirilən dövlət quruculuğu tədbirlərinə diqqət etmək lazımdır. Bilirsiniz ki, ümumiyyətcə müstəqil Azərbaycan Respublikası dövründə dövlət quruculuğu bir neçə mərhələdən ibarətdir. Mən burada 4 mərhələni qeyd edərdim. Birinci mərhələ 91-ci ilin oktyabrın 18-dən 93-cü ilin 15 iyununa qədərki mərhələdir. İkinci mərhələ 93-cü ilin 15 iyunundan 95-ci ilin 12 noyabrına qədərki mərhələdir. Üçüncü mərhələ 95-ci ilin 12 noyabrından Heydər Əliyev vəfat edilənə qədər, yəni 2003-cü ilə qədərdir. Və dördüncü mərhələni də qeyd etmək olar ki, İlham Əliyevin prezident seçildiyi dövrdən 2009-cu ilə qədər, yəni Konstitusiyaya əlavə və dəyişikliklərin ikinci dəfə edildiyi ilə qədər. Həmin ilə qədər, həmin 2009-cu il həm də dövlət quruculuğunun əsasən başa çatması kimi götürülür və həmin 2009-cu ildə biz həm də onu qeyd edirik ki, keçid dövrü də başa çatmışdır. Bunları biz burada qeyd edirik. Və xüsusilə də Heydər Əliyev dövründəki neft strategiyasına diqqət edin. Dövlət quruculuğunu artıq dedik. Qarabağ müharibəsinin gedişində baş verən əsas əməliyyatlar, döyüşlər, torpaqlarımızın işğalı və 1-ci Qarabağ müharibəsi dövründə iki bizim uğurlu hücum əməliyyatımız var. Biri 1992-ci ilin 12 iyunundan başlayan və 3 sentyabrına qədər davam edən uğurlu yay əməliyyatları, o əməliyyatların gedişində azad olunan torpaqlar, bilirsiniz ki, Ağdərənin böyük hissəsi həmin əməliyyatlar nəticəsində azad olmuşdu. Və ikinci uğurlu əməliyyatlar da Heydər Əliyevin dövrünə düşür. Həmin əməliyyatlar da 94-cü ilin yanvarında başlayan əməliyyatlardır. O əməliyyatlar nəticəsində də Horadiz əməliyyatı nəticəsində Füzuli və Cəbrayılın 22 kəndi və şimalda da Murovdağ əməliyyatı nəticəsində Kəlbəcərin ondan artıq yaşayış məntəqəsi azad olunur və Azərbaycan ordusu Ağdərə-Kəlbəcər yoluna qədər çatır. Lakin bu iki əməliyyatdan, yəni Horadiz və Murovdağ əməliyyatından biz yalnız tam qələbə qazanan Horadiz əməliyyatını götürürük. Çünki Horadiz əməliyyatı nəticəsində azad olunan ərazilər bizim əlimizdə qalsa da, Murovdağ əməliyyatı sonunda fiasko ilə nəticələnir. Bunun da səbəblərini videolarda qeyd eləmişik. Yer gəlmişkən, mənim kanalımdakı videoların hamısına açıq şəkildə baxmaq istəyirsinizsə, mənim Tarix Asan İzahda vəsaitlərimi əldə edə bilərsiniz. Onun ilk səhifəsindəki QR kodu oxumaqla bütün videolara keçid əldə edə bilərsiniz. Növbəti ən çox düşən mövzu bizdə 44 günlük müharibə və antiterror əməliyyatlarıdır. Yəni, bunlardan mövzu düşməmək ehtimalı yoxdur. Yəni, ya 44 günlük mübarizə, ya antiterror tədbirləri və hətta biri mən bura qeyd eləməmişəm, infrastrukturu layihələri. Mənə elə gəlir ki, bu il 44 günlük müharibədən düşəcək imtahana sual. Mənə elə gəlir ki, ondan düşəcək. Amma ola bilər ki, antiterror tədbirlərindən də düşsün. Amma mənə nəsə elə gəlir ki, 2-ci Qarabağ müharibəsindən düşəcək. Ola bilər 2-ci Qarabağ müharibəsinin antiterror tədbirlərindən və yaxud da 1-ci Qarabağ müharibəsi ilə oxşar və fərqli cəhətləri düşsün. Deməli, burada nəyə diqqət edirik? 2-ci Qarabağ müharibəsini aparan səbəblər, sonra hərbi əməliyyatların mərhələləri, bunları qeyd edirik. Mərhələlər dedikdə, yəni burada döyüşlər və yəni
hansı hadisədən sonra ermənilərin məğlub edilməz erməni mifi dağıldı. Bilirsiniz ki, Hadrut alındıqdan sonra məğlub edilməz erməni mifi dağıldı. Yəni bunları qeyd etmək lazımdır. Sonra şanlı zəfər, yəni ermənilər artıq təslim oldular. Nə vaxt? 8 noyabrdan sonra Azərbaycan ordusu 70-dən artıq yaşayış məntəqəsini azad etdikdən sonra ermənilər təslim olurlar və ondan sonra kapitulyasiya aktı imzalanır. 10 noyabr gecəsi kapitulyasiya aktı imzalanır və bir də burada nəyə diqqət etmək lazımdır? Kapitulyasiya aktı zamanı azad olunan ərazilər var və müharibə dövründə döyüşlə azad olunan ərazilər var. Kapitulyasiya aktı zamanı əsasən burada diqqət etmək lazımdır ki, 3 bizim rayonumuz azad olunur. Ən birinci, kapitulyasiya aktına görə, bax bu diqqət olunması məqamıdır. Əgər deyirsə ki, kapitulyasiya aktına görə, kapitulyasiya aktının azad olunması nəzərdə tutulurdu. Hansı tarixdə, hansı rayonların, məsələn, burada ardıcılıqla qeyd olunsa, birinci Kəlbəcər, sonra Ağdam, daha sonra Laçın rayonu özü yox, Laçın rayonunun şəhərdən başqa digər hissələri azad olunması nəzərdə tutulurdu. Lakin desələr ki, xronoloji ardıcılıqla azad olunan rayonları göstər, o zaman biz Ağdamı birinci qeyd edəcəyik. Çünki Kəlbəcər rayonundan ermənilər köçmək üçün bizdən əlavə 10 gün vaxt istəyirlər. Ona görə ən 1 noyabrın 20-sində Ağdam azad olunur. Laçın isə, bax bu Laçın məsələsinə diqqət edin. Laçın şəhəri kapitulyasiya aktı ilə azad olunmuyor. Laçın şəhəri 2022-ci ildə azad olunub. Buna yəni diqqət edin. Laçın rayonunun digər kəndləri azad olunub. Üstəlik, Laçın rayonunun cənub hissəsi bizə bu döyüşlər zamanı keçmişdi. Yəni döyüşlər zamanı Azərbaycan ordusu Laçın rayonunun cənub hissəsini güləbirdi, azad eləmişdi. Bunlara diqqət etmək lazımdır. Sonra antiterror tədbirlərini də burada yəni oxuya bilərsiniz. Amma mən yenə deyirəm, nəsə mənim düşünürəm ki, burada 2-ci Qarabağ müharibəsindən sual düşəcək. Antiterror tədbirlərindən isə yəni oxuya bilərsiniz ki, burada yəni bu antiterror tədbirlərinin səbəbləri, bir günlük əməliyyatın gedişi, sonra separatçılığın sona çatması məsələsi və separatçılığa vurulan son mismar hansı idi, hansı hadisə idi, bax, onlara diqqət edə bilərsiniz. Bilirsiniz ki, deyirik ki, Azərbaycan prezident seçkiləri 2024-cü ildə keçiriləndə bu deyir ki, bu ilk prezident seçkisi idi ki, bütün Azərbaycan ərazisini əhatə edirdi və həmin o prezident seçkilərinin də Xankəndində keçirilməsi separatçılığa vurulan son mismar oldu. Bax, bunlara diqqət etmək lazımdır. Bu məsələləri yəni ən çox düşmə ehtimalı olan məsələlərdir. Bir də burada mən Amerika mövzusunu da qeyd eləmişəm. 19-cu əsr Amerikası, bax bu mövzudan sual düşmə ehtimalı da var. 19-cu əsr Amerikası ilə bağlı nələr düşə bilər? Ən çox düşmə ehtimalı olan Monroe doktrinasıdır. 1823-cü il. Bilirsiniz ki, dünyanın qərb və şərq yarımkürələrinə bölünməsi, iki sistemə bölünməsi Monroe doktrinası ilə reallaşır. Reallaşmır əslində Monroe doktrinası nədir? Qısaca istəyərəm o vaxtda deyim ki, yəni həmin dövrdə Cənubi Amerikada İspaniya müstəmləkələri azadlıq mübarizəsinə başlamışdılar. İspaniya və Portuqaliyanın müstəmləkələri. Portuqaliyanın bir dənə müstəmləkəsi vardı, o da Braziliya. Və Amerika istəyirdi ki, həmin müstəmləkələr İspaniyanın əlindən çıxsın və azad olunsunlar. Niyə bunu istəyirdi? Əlbəttə ona görə istəyirdi ki, özü sonra həmin o dövlətləri, yeni yaranacaq o dövlətləri öz təsir dairəsinə alsın. Ona görə James Monroe 1823-cü ildə deyir ki, Avropa dövlətlərinin Amerika qitəsində öz mövqelərini bərpa etmək cəhdlərini Amerika qəbul eləmir. Biz deyirik ki, dünya, yəni qərb yarımkürəsində Amerikanın maraqları nəzərə alınmalıdır. Yəni, Monroe doktrinasının əsas mahiyyəti buydu. Avropa ölkələri Amerikanın daxili işlərinə, yəni Amerika qitəsinin daxili işlərinə qarışa bilməz. Amerikanın özü də Avropa və Asiyanın işlərinə qarışa bilməz. Həmin ərazilərdə Avropa ölkələri nə istəyirlər elə bilərlər, onlarda müstəmləkə sahibi ola bilərlər, yalnız Amerika qitəsindən başqa. Yəni, Monroe doktrinası bu deməkdir. Bundan başqa ən çox düşmə ehtimalı olan hissə, yəni bu ABŞ-ın 19-cu əsrini tutaq ki, oxumağa vaxtınız yoxdur.
Vətəndaş müharibəsini oxuyun. Vətəndaş müharibəsindən sual düşmə ehtimalı çox böyükdür. Yəni bunu siz diqqətlə oxuyun, çünki o hissələr imtahanda düşə bilər. Belə, hörmətli izləyicilər, bu mənim subyektiv fikrim idi. İndi bunlar imtahana, yəni bunların neçəsi imtahana dəqiq düşəcək, onu imtahanın özü göstərəcək. Məndən rəylərdə test situasiya sualları hansı mövzudan olacaq, onu deməyim bildirilir. Yəni, həmin bu mövzuları oxusanız, elə situasiya sualları da böyük ehtimal ki, bunlardan birindən olacaq. Amma onu yenə deyirəm, tam dəqiq %100 demək mümkün deyil. Kim ki deyir ki 100% bu suallardan düşəcək, bilin ki o adam yalancıdır. Əlbəttə mənim kimi o da təxminlər eləyə bilər və o təxminlərdən də bir neçəsi düz çıxa bilər. Bu demək deyil ki, həmin adam 100% nəsə Dövlət İmtahan Mərkəzi ilə əlaqəsi var. Belə baxanda əlbəttə ki o elə də çətin bir şey də deyil. Dövlət İmtahan Mərkəzinə əlaqəsi olma. Yəni marker kursunu keçirsən, mənim özümə şəxsən Dövlət İmtahan Mərkəzi təklif göndərib qəbul eləmişik və orada iştirak edirsən. Lakin bu o demək olmur ki, sən mütləq Dövlət İmtahan Mərkəzinin suallarını bilə bilərsən. Bununla mən xüsusilə qeyd etmək istəyirəm ki, mən görürəm bəzi videolarda bu barədə iddialı danışıqlar var. Bilin ki, həmin adamlar da necə ki mən indi təxmin elədim, onlar da o formada təxminlərini bildirirlər. Amma bütün bunlara baxmayaraq bizim hamımız sizin üçün çalışırıq. Biz istəyirik ki, sizin imtahanla bağlı narahatçılığınız aradan qalxsın və imtahanda yüksək bal toplayasınız. Hər birinizə uğurlar arzulayıram. İnşallah növbəti videolarda artıq imtahan suallarının təhlili ilə qarşınızda çıxış edəcəyik və 24 may günü imtahandan dərhal sonra kanala baxmağı unutmayın. Çünki sualların doğru cavabları bizim kanalda olacaq. Sağ olun, görüşənə qədər.